də restoru İbrahimov sahib almışdı da. Sənə eləyirlər, sən də eləyirsən. Mən də danışdım, efirdə danışdım. Gəlmiş bağ hazır idi, amma restorumuz yox idi da, almamışdım. Sahib oradan keçirmiş, deyirlər ki, Elgiz burada yaşayır. Qapı döydüm, mən qapının ağzında idim. Görüşdük, elədik. Gəldik ki, belə o baxdım, ki, buradan lampa sallanırdı belə. Restor yox idi. Sən sənə verirlərsə, sən də verəsən. İkimizin canını içində heç nə demədi mən. Elə bunu yola saldım. Üstündə biraz keçdi, bir də gördüm. Bir kalıbqa əlində qayıtdı, gəldi. O listəyə də məndən, o listəyə mən dəyişməmişəm. Hələ də qalır. Mən də demişəm, Nə qədər yaxşılıq görürsənsə, elə bir ki, o sənə bir yüksək enerji verir, sən də istəyirsən. Hətta belə bir deyimdə olar. Deyir ki, böyük bir biznesmen, böyük bir iş adamı soruşurlar, ondan sual verirlər ki, siz necə oldu da birdən-birə bu qədər varlı oldunuz, bu qədər. Deyir, mən Allahla əhd bağladım və Allahla bəhs elədim. O verdi, mən verdim. O yetirdi, mən verdim. Bəs deyir, sonu deyir, nəyinə nəticələndə? Deyir, yenə mən ona uduzdum. Çünki mən nə qədər verdimsə, o ondan artığını yetirdim.